Salam uşaqlar, bugünkü izahımız 8-ci sinif iş dəftərindən. Deməli, başlayaq. Birinci sualımızda deyir. Bəzi cisimlərə qüvvə təsir etdikdə onlar formasını dəyişir. Bu hadisə deformasiya adlanır. Məsəl üçün, təsəvvürünüzə gətirək ki, bir xətkeşimiz var, plastik bir xətkeşimiz var və bu xətkeşi biz hər iki tərəfdən əlimizlə əyməyə çalışırıq. Təqribi olaraq xətkeş bu vəziyyət alır. Bax, xətkeşin vəziyyəti, forması dəyişdi. Deyirik ki, xarici təsirlər nəticəsində cismin formasının dəyişməsinə deformasiya hadisəsi deyilir. İkinci sual, xarici qüvvələrin təsiri kəsildikdə cisim öz əvvəlki vəziyyətinə qayıdarsa, bu elastiklik deformasiyadır. Mən əlimi buradan çəkdim. Əlimi çəkəndə cisim əvvəlki vəziyyətinə qayıdır. Yəni, xətkeşi əyirsiniz, sonra əlinizi buraxanda yenə xətkeş əvvəlki vəziyyətinə qayıdır. Deməli, bu deformasiya, elastiki deformasiya adlanır. Bir də təsəvvürünüzə gətirək ki, əlinizdə bir kağızdır, bir vərəqini əlimizdədir və biz onu əlimizdə bükürük. Əlimizdə büküb yumru top halına gətiririk. Əlimizi yenidən açdıqda, yəni qüvvəni kəsdikdə bu kağız əvvəlki vəziyyətinə qayıdır? Xeyr, qayıtmır. Bu olur plastik deformasiya. Deməli, xarici təsir kəsildikdə əvvəlki vəziyyətə qayıdırsa, bu elastiki deformasiya, yox, əgər qayıtmırsa, bu plastiki deformasiya adlanır. Elastiki qüvvəsi elastik deformasiya nəticəsində yaranan və onun əvvəlki vəziyyətinə qaytarmağa çalışan qüvvədir. Üçüncü sual, elastik deformasiyaya uğramış cismin deformasiyası ilə ona təsir edən elastiklik qüvvəsi arasındakı ifadə Hooke qanunu adlanır. Dördüncü suala baxırıq. Yaydan 5 kiloqram kütləli yük asılıb, yayın sərtliyi 1000 Newton bölünsün metr olarsa, sərtlik bilirik ki, K hərfi ilə işarə olunur. K. Onun uzanmasını tapın. Yükə təsir edən qüvvələr diaqramını çəkin. Demək olar ki, qüvvə diaqramı özü çəkilib, cismin mərkəzindən yerin mərkəzinə doğru bir ağırlıq qüvvəsi, bu ağırlıq qüvvəsi də 5 kiloqram kütləli təsir edirsə, bu 50 Newtondur. MJ-dən 50 Newtondur və yayın elastiklik qüvvəsi. Bu cisim hal-hazırda tarazlıqda olduğuna görə yuxarı qüvvələrlə aşağı qüvvələr bərabərdir. Yəni, biz elastiklik qüvvəsinin yerinə elə MJ bərabərdir KX yaza bilərik. Deməli, mənfi K delta X-dir. Mənfi sayıcı olaraq yazmırıq. Mənfi bunun qüvvələrin bir-birinə əks olduğunu bildirir. Yəni, elastiklik qüvvəsi əks olan bir qüvvədir. Mənfi sayıcı olaraq onu bildirir. Yazırıq, kütləsi 5 kiloqram, deməli, sol tərəf 50 Newton bərabərdir. K-mıza verib 1000, vurulsun delta X-ə. Buradan da delta X bərabərdir 1000-də 50, bu sıfırlar gedir, delta X bərabərdir 0,5 metrə. 5-ci sualımıza baxırıq. Elastik yaydan asılmış kürə şəkildəki kimi maye daxilində tarazlıqdadır. Ona təsir edən Arximed qüvvəsi ağırlıq qüvvəsini verir. Bizə nəyi soruşur? Ağırlıq qüvvəsi məlumatlara əsasən tapaq. Əvvəlcə nə deyir? Ağırlıq qüvvəsi dedik ki, cismin mərkəzindən yerin mərkəzinə doğru və bizə verib 45 Newton. Sonra deyir, Arximed qüvvəsi. Arximed qüvvəsi maye və qazlara təsir olan qaldırıcı qüvvə adlanır. Arximed qüvvəsi. Bunu da verib bizə 10 Newton. Bir də bu yayda elastiklik qüvvəsi var. Bu kürəni əvvəlki vəziyyətinə qaytarmaq istəyir, yəni yuxarı qaytarmaq istəyir. Buna da F elastiki yazaq. Və cisim tarazlıqdadır deyirsə, tarazlıqdadır nə deməkdir? Yuxarı qüvvələrlə aşağı qüvvələr bir-birinə bərabərdir. Birinci sualımız deyir ki, A bəndində elastiklik qüvvəsini tapın. A bəndinə yazaq. Elastiklik qüvvəsini tapmaq üçün yuxarı qüvvələrin cəmi aşağı qüvvəyə bərabərdir ki,
Bu cisim tarazlıqdadır. Yəni 10 üzərinə gəlinsin. Elastiklik qüvvəsi bərabərdir 45 newtona. Buradan da elastiklik qüvvəsi bərabərdir 35 newton. İkinci suala baxırıq. Yayın uzanması 5 sm olarsa sərtliyin əmsalını tapın. Elastiklik qüvvəsini artıq biz tapdıq. Sərtlik də bilirik ki, mənfi k delta x-ə bərabərdir. Bizə sərtliyin əmsalını soruşur, yəni k-nı soruşur. K-nı tapanda delta x də f bölünsün delta x. F-imizi tapdıq 35 newton elastiklik qüvvəsini. Və 5 santimetrdir, bunu metrə çevirək, yəni 100-ə bölək 0,5 bərabərdir. Vergüldən azad eləsək 2 0, bu dedir 700 newton bölünsün metr. Deməli, sərtliyimiz 700 newton bölünsün metr. 6-cı suala baxırıq. İki eyni elastik yaydan biri sıxılıb, digəri isə o qədər dartılıb. Yayların başlanğıc uzunluqları 20 santidir. Verilənlərə əsasən aşağıdakıları cavablandırın. Sıxılmış vəziyyətdə olan yayın uzunluğu 8, dartılmış olan yayın uzunluğunu tapın. Bu yayın uzunluğunu soruşur birinci sualda. Bizə bir də dedi ki, əvvəl vəziyyəti, bax, əvvəl görürük ki, bax, bu haldaydı. İlk başda bu halda. Bunu bizə verib 20 santim. Gəlin əvvəlcə biz bu delta x-i tapaq. Çünki deyir uzanması da dartılması da bir-birinə bərabərdir. Bu uzanmasını necə taparam? Yəni delta x bərabərdir. Əvvəlki vəziyyəti çıxılsın, sıxılmış vəziyyəti bərabərdir. Əvvəl bizim bax bu 20-dən bu 8-i çıxsa bu deltanı alarıq. 20 çıxılsın 8 eləyir 12 santimetr. Deməli elə dartılmış vəziyyətdə də delta x-imiz 12 santimetrdir. İndi əvvəl dartılmış vəziyyətdə gəlin buna da bir x1 deyək. x1-i tapanda nə edərəm? Əvvəlki, yəni x-in üzərinə mən nəyə gələrəm? Delta x-imizi gələrəm. Əvvəl 20 idi. Üzərinə də gəldim delta x 12 bərabərdir 32 santimetr. Bu birinci sualımızın cavabı. İkinci sualda deyil, yayların sərtliklər əmsalı 8 newton bölünsün metr olursa, hər bir yaya təsir edən elastiklik qüvvəsini tapın. Hər bir yaya deyirsə, biz deyirik ki, yaylar eynidir. Yəni, k-ları bir-birinə bərabər. Və delta x-ləri də şərtdə verir ki, bir-birinə bərabər. Delta x2-lər də bərabər. Bu zaman elə bunların elastik qüvvələri də bir-birinə bərabər olar. Yəni, birinin elastik qüvvəsini tapaq. F bərabərdir k mənfi k delta x-ə. F bərabərdir bu zaman. K-nı verib 800 vurulsun. Delta x-imiz də 12 santimetrdir. Metrə çevirək, yəni %12. O da bərabərdir 92 newton. Deməli, hər iki halda qüvvə 92 newtona bərabərdir. Sıxanda da 92, dartanda da 92. Hər bir yay üçün qüvvə diaqramını çəkin. Baxaq indi yaylarımıza. Qüvvə diaqramını üstündə göstərək. Təsəvvürümüzə gətirək. Bu halda bir yay idi. Bu yayı müəyyən bir qüvvə təsir göstərərək, bir itələmə qüvvəsi təsir göstərərək bu yayı sıxdılar. Yayı sıxan zaman yayda elastiklik qüvvəsi yarandı ki, bu qüvvə həmin bu yayı əvvəlki vəziyyətinə qaytarmaq istəyir. Bax, buna F elastiklik qüvvəsi buradadır. Digərində isə yayı müəyyən bir qüvvə ilə dartıram. F dartı qüvvəsi deyək. Və dartan zaman bu yayda əksinə olaraq yayı əvvəlki vəziyyətinə qaytarmağa bir elastiklik qüvvəsi yaranır. Elastiklik qüvvəsi. Yəni, birincidə elastiklik qüvvəsi sola, ikincidə elastiklik qüvvəsi isə sağa yönəldiyini görürük. Yedinci suala baxırıq. 2 kiloqram kütləli cisim üfüqi səth üzərində 6 sm sıxılmış elastikli yayın təsiri altında sərbəst buraxılır. Yayın sərtlik əmsalı 120 newton bölünsün metr olarsa, yük sürtünməsiz səthdə hərəkətə başladığı anda təcili nəyə bərabərdir? Baxaq. Deməli, bu cisim əvvəlcə biz elastiklik qüvvəsini tapaq. Sərtliyimiz var, uzanması var. Onda bu zaman elastiklik qüvvəsi bərabərdir kx-ə.
K-mızı verib 120 Newton. X-imiz də %6 metr. Bu da edir. Bir sıfırlar gelir. 72 o da edir 7,2 Newtona. Və təcili soruşur. Buradakı təcil elə bizim, yəni qüvvəmiz, MA qüvvəmiz bizim elastiklik qüvvəsimizə bərabərdir. Bu zaman təcili buradan tapanda elastiklik qüvvəsi bölünsün kütlə. Elastiklik qüvvəsini tapmışıq 7,2. Kütləmizi neçə verib? 2. Bölünsün 2. Bu da bərabərdir 3,6 metr bölünsün saniyənin kvadratı. 8-ci sualda deyir. Kürəşəkilli cisim maye daxilində tarazlıqdadır. Bu halda yayın elastiklik qüvvəsi cismin ağırlıq qüvvəsinə bərabər ola bilərmi? Gəlin baxaq. Görək nə deyir. Biz bilirik ki, maye daxilində, bax, cismə birinci yazırıq, ağırlıq qüvvəsi təsir edir. F ağırlıq qüvvəsi. Bu cisim maye daxilində olduğundan itələyici qüvvə Arximed qüvvəsi. Və bir də bu yay olduğundan yayda bir elastiklik qüvvəsi yaranır. Bizə şərtdə nə deyir? Şərtdə deyir, cisim tarazlıqdadır. Tarazlıqda deyirsə, yuxarı qüvvələrin cəmi aşağı qüvvələrin cəminə bərabərdir. Yazaq. Bu zaman F Arximed qüvvəsi üzərinə gəlsin F elastiklik qüvvəsi bərabərdir ağırlıq qüvvəsinə. Bu şərtimizə əsasən burada da deyir ki, elastiklik qüvvəsi ağırlıq qüvvəsinə bərabər ola bilərmi? Xeyr, ola bilməz. Çünki buradan görürük ki, ağırlıq qüvvəsi elastiklik qüvvəsindən böyükdür. Yəni, ağırlıq qüvvəsi elastiklik qüvvəsindən böyükdür. Elastiklik qüvvəsinin üzərinə Arximed gələndə ağırlığa bərabərdir. Yəni, bunlar bir-birinə bərabər deyil. Və Newtonun birinci qanununa əsasən cavabınızı əsaslandırın. Biz dedik ki, Newtonun birinci qanununa əsasən, əgər cismə qüvvə təsir edirsə və bu qüvvələr bir-birinə bərabərdirsə, bu cisim tarazlıqdadır. Deməli, yuxarı olan qüvvələrlə aşağı olan qüvvələr bir-birinə bərabər olmalıdır ki, bu cisim tarazlıqda qalsın. Newton birinci qanununa əsasən. Yəni, ikinci sualda da bərabər ola bilərmi? Xeyr, bərabər ola bilməz. Ağırlıq qüvvəsi elastiklik qüvvəsindən böyük olur bu şərtdə. 9-cu sualda nə deyir? Sərtlik əmsalları K1 və K2 olan iki yayın elastiklik qüvvəsinin onların uzanmasının asılı qrafikini çəkin. K1 böyükdür K2. Əvvəlcə qrafiki çəkməmişdən biz baxaq ki, F bərabərdir. Dedik Kx. Və burada K'lar fərqlidir. Yəni, gəlin burada bir dənə K'nı tapsaq, F bölünsün X-ə bərabərdir. İndi mən bir qrafik çəkirəm. F'in, qüvvənin uzanmada delta X-dən asılılığı. Delta X-dən asılılığı uşaqlar. K həmişə sabit qalır. K'nın sabit qaldığı halda F-X-dən düz asılıdır. Düz asılını yazıram. Lakin bizə K1, K2 böyükdür. K1 böyükdür, K2 deyirsə, yadımıza saxlayaq ki, həmişə yuxarının aşağıya nisbəti bizə verir tangens alfanı. Və tangens alfada belə bir xüsusiyyət var ki, bucaq böyük olarsa, qiyməti də böyük olar. Bizə nə deyir? 1 böyükdür. Deməli, mən burada 2 dənəsini çəksəm, buna 1, buna 2 yazmalıyam ki, bucağı böyük olan hansıdır? 1. Deməli, K1 böyükdür, K2. Təkrarlayıram. Yuxarının aşağıya nisbəti tangens alfa verir. Tangens alfada da bucaq böyük olanda qiymət də böyük olur. Deməli, dedik ki, əgər bucaq böyükdürsə, bu zaman qiymət də böyükdür. Bizə K1 böyük olduğuna görə biz yuxarıya 1 yazmalı ki, onun bucağı böyükdür. Kiçik olan isə ikinci olur. Üç müxtəlif yayın elastiklik qüvvəsinin yayların uzanmasından asılı qrafiki çəkib ən böyüyünü soruşur. Bayaq 9-cu misalda demək olar ki, eyni. Ən böyük soruşursa, K-nı ən böyük soruşursa, biz dedik ki, yuxarının aşağıya nisbəti K bərabərdir. Çünki
F bölünsün x-dir, delta x-dir. Yuxarının aşağıya nisbətidir. Bu zaman bu tangens alfaya bərabərdir. Böyük soruşursa hansı ən böyük bucağa malikdir? 3. Cavabımız K3 ən böyükdür. Sonra K2 ən kiçik isə K1-ə bərabərdir. 11-ci suala baxırıq. Elastik yaydan asılmış yük təsvir olunmuşdur. Elastiklik qüvvəsi 5 Newton olarsa sərtliyi sorulur. Sərtlik nəyə bərabərdir? Elastiklik qüvvəsinin uzanmaya nisbəti. Elastiklik qüvvəsini bizə verib 5 Newton. Yayın uzanmasına baxaq. Nə qədər uzanıb? Yay əvvəl 20 sm idi, sonra olub 25. Neçə sant uzanıb burada? 5 sm. Yəni 0,5 metr. Bu da bərabərdir 100 Newton bölünsün metrə. 12-ci suala baxırıq. Yayın elastiklik qüvvəsinin ədədi qiymətinin onun uzanmasından asılı qrafiki verilib. F1-i tapın. Biz dedik ki, əgər bu qrafik, bax, F-in x-dan asılılığı düz asılıdırsa, bu zaman K bərabərdir, konstant olmalıdır, sabit olmalıdır. Yəni, bu nöqtə üçündə K-lar bir-birinə bərabərdir. Onda biz birinci nöqtə üçün K-nı tapaq. K nəyə bərabərdir? F bölünsün delta x-ə. F-imiz neçədir? 5 bölünsün 2, yəni 2/5. Həmin bu K-nı digər nöqtə üçün götürürəm. Yəni yazıram. 2/5 bərabərdir. F-imi bilmirəm artıq. F1 bölünsün 4. Bu zaman F1 nəyə bərabərdir? 10 Newtona. Deməli, birinci halda qüvvəmi 10 Newtona bərabərdir. 13-cü suala baxırıq. Yayın uzanmasının ona təsir edən ağırlıq qüvvəsindən asılı qrafiki verilib. Yayın sərtlik əmsalını soruşur. Artıq burada diqqətli olsaq, F-i aşağıda verir. Yəni, K bərabərdir, deyirik F bölünsün delta x-ə. F-imiz hər hansı bir nöqtə üçün götürsək, çünki hər ikisi bir-birinə bərabərdir. Az öncə dedik. 24 götürək birini, digər 24 götürdüksə, digəri isə 6 götürməliyik. Bu da bərabərdir 4 Newton bölünsün santimetrə. Bu şərt də uşaqlar, bu şərt də bizə bayaq alfanı desəydik. Dedik ki, yuxarının aşağıya nisbəti tangesdir, amma aşağının yuxarıya nisbəti kotanges alfaya bərabərdir. Kotanges alfa isə kosinus kimi bucağı böyük olanda qiyməti əksinə kiçik olur. Yəni biz burada, bax, bayaq ki bu qrafiki verib, amma az öncəki misalı soruşsaydı, belə yazsaq, 1, 2, burada artıq 2 böyük olardı. K2 böyükdür, K1-də yazardıq. Sürtünmə qüvvəsinə gəlib baxaq. Birinci sual, bir cisim digər cismin səthində hərəkəti zamanı, yaxud cisimlər maye və qaz daxilində hərəkəti nəticəsində yaranan qüvvəyə sürtünmə qüvvəsi deyilir. Sürtünmə qüvvəsi adlanır. Sürtünmə əmsalı nədən asılıdır? Uşaqlar, sürtünmə əmsalı maddənin növündən, maddənin səthinin kələk kötürlüyündən, girintili çıxıntılı olmasından kələk kötürlüyündən. Yəni, iki səthdir. Bunlar bir-birinə, bax, bu kələk kötürlükdən, nə kələk kötürlük nə qədər az olsa, sürtünmə də o qədər az olar. Nə qədər çox olsa kələk kötürlük, sürtünməsi də o qədər böyük olar. Üçüncü suala baxırıq. Sürtünmə qüvvəsi üçün şəkli tamamla. Biz dedik ki, əvvəl uşaqlar, sürtünmə qüvvəsini F bərabərdir μ n yazırdıq. N bizim reaksiya qüvvəmiz idi. Amma yeni kitablarda F bərabərdir μ r kimi, R reaksiya qüvvəsi kimi götürüblər. İndi biz də R yazaq. Və sürtünmə əmsalı hər ikisi Newton olduğundan bir-birinə nisbəti vahidsiz kəmiyyətdir. Sürtünmə əmsalı vahidsiz bir kəmiyyətdir. Dördüncü suala baxırıq. Üfüqi səth üzərində elastiklik yayı sıxmış vəziyyətdə sükunətdədir. Yayın sərtliyi 8 Newton bölünsün metr, sıxılması isə 10 santimetrdir. Sürtünmə qüvvəsinin qiymətini və istiqamətini tapın. Deməli, sürtünmə qüvvəsinin istiqaməti, mən burada bir qüvvəni itələmişəmsə, bu cisim sıxılıbsa, yəni bu cisim sağa, sola doğru hərəkət edirsə, sürtünmə qüvvəsi bunun əksinə olar.
sürtünmə qüvvəsi və bu cisim sükunətdədirsə, elə mənim elastiklik qüvvəsim sürtünmə qüvvəsinə bərabərdir. Yəni burada sürtünmə qüvvəsi deyil, mən elə elastiklik qüvvəsini tapsam sürtünməyə bərabər olar. Kx-ə bərabərdir. K-mızı verib 8, sıxılması 10 sm-dir, metrə çevirək, yəni 0,1, o da bərabərdir 0,8 Newton. Deməli, mənim elə sürtünmə qüvvəm də 0,8 Newtondur ki, bu cisim sükunətdə qalıb tərpənmir. 5-ci suala baxaq. Üfüqi yolda hərəkət edən 800 kq kütləli avtomobilə 500 Newton dartı qüvvəsi təsir edir. Yəni, bu avtomobilə 500 Newton qüvvə dartı qüvvəsi təsir edir. Və bunların təkərlərində də bir sürtünmə qüvvəsi var. Üfüqi yolda hərəkət edən 800 kq kütlə diaqramına çəkin, qoy görək nə deyir başqa. Havanın müqaviməti nəzərə alınmır. Təcilini veribdir. Sürtünmə qüvvəsini tapın. Sürtünmə qüvvəsi bu cisim təcilini verib bizə. Təcil nəyə bərabərdir? Təcil əvəzləyici qüvvənin kütləyə nisbəti. Əvəzləyici qüvvə bu cisim sağa doğru hərəkət edirsə, deməli dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Şərtimizdə yəni yazarıq ki, dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür. Bu zaman biz böyükdən kiçiyə çıxıb əvəzləyici qüvvəni taparıq. Bizə sürtünmə qüvvəsi, dartı qüvvəsi neçə verib? 500 Newton. Sürtünmə qüvvəsini bilmirəm, onu soruçur. Kütləmiz isə 800. Və təcilimizi vermişdi 0,5. Bu da bərabərdir, yəni 0,5-ə. Alırıq 500, çıxılsın F sürtünmə bərabərdir 400-ə. Bu zaman F sürtünmə də bərabərdir 100 Newtona. Tapdıq ki, sürtünmə qüvvəsi 100 Newton, yəni bu B. Avtomobilin təkərləri yerlə sürtünmə əmsalını hesablayın. Sürtünmə əmsalı bərabərdir μmj-yə. Bu üfüqi vəziyyətdə μmj-dir və sürtünmə əmsalını soruşur. Yəni μ-nü soruşur. mj sürətdə isə F sürtünmə. Sürtünməni neçə tapdıq? 100 Newton. M-miz 800, J-mizi də həmişə 10 qəbul edirik. Yəni 8000. İki sıfırları geçsək, cavab μ bərabərdir 1/80 və adsız fiziki kəmiyyətdir. 6-cı suala baxırıq. Yerdəyişməyə görə sürəti sabit olan avtomobilə təsir edən sürtünmə qüvvəsi 600 Newtondur. Qüvvə diaqramı quraraq avtomobilə təsir edən qüvvənin müəyyən edin. Bizə nə deyir? Sabit sürətlə. Bir cisim sabit sürətlə hərəkət edirsə, bunun əvəzləyicisi deməli 0-a bərabərdir. Və sürtünməsini bizə 600 Newton verirsə, deməli bunun elə dartı qüvvəsi də 600 Newtona bərabərdir ki, bu cisim bərabər sürətli hərəkət edir. Yedinci suala baxaq. Sürtünmə qüvvəsini necə azaltmaq olar? Sürtünmə qüvvəsi harada baş verir? İki cisimlərin səthində baş verir. Sürtünmə qüvvəsini azaltmaq üçün səthlər nə qədər hamar olarsa, nə qədər düz olarsa, sürtünmə qüvvəsi də o qədər azalar. Yəni, məsəl üçün, iki taxtanı bir-birinə sürtürsünüz, bu taxtaya bir yağ töksəniz, o kələkötürlüklərin içərisinə yağlar dolar və bu kələkötürlük düz vəziyyətə gələr. Bu zaman o iki cisim bir-birindən daha az sürtünər, daha rahat olar. Sürtünməsi qüvvəsi azalmış olar. 8-ci suala baxaq. 8-ci sualda deyir. Yerdəyişməyə görə sürəti sabit olan 500 kq kütləli avtomobilə təsir edən sürtünmə qüvvəsi 400 Newton, dartı qüvvəsi 750 Newtondur. Havanın müqaviməti nəzərə alınarsa, avtomobil və başlanğıc sürəti 2 olarsa, aşağıdakıları tapın. Baxaq. Avtomobildir bir dənə və dartı qüvvəsi var bir avtomobilin və burada deyir sürtünmə qüvvəsi var bir dənə, F sürtünmə qüvvəsi və burada havanın müqaviməti nəzərə alınır deyir. Havanın müqaviməti nəzərə alınırsa, bu cisim əgər sağa doğru meyl edirsə, havanın müqaviməti bu zaman sola doğru olar. Həm də bizə bərabər sabit sürətlə dediyinə görə qüvvələr bərabər olmalıdır, əvəzləyici qüvvə 0 olmalıdır.
Birinci halda havanın müqavimətini müəyyən edək. Bax, B-ni yazaq. Diaqramları çəkdik. İndi B-ni həll edək. Müqavimət qüvvəsini tapmaq üçün dedik, əvəzləyici qüvvə 0 olmalıdır. Bu zaman F, buna müqavimət yazın. F müqavimət qüvvəsi üzərinə gəlsin. F sürtünmə qüvvəsi bərabərdir. F dartı qüvvəsi olmalıdır. Müqavimət qüvvəsini tapmaq üçün dartıdan sürtünmə qüvvəsindən çıxmalıyıq. Dartı qüvvəmiz 750 Newton çıxılsın. Sürtünmə qüvvəmiz də 400 Newton. Bərabərdir 350 Newtona. Sonra nə deyir bizə? 10 saniyə sonra avtomobilin yola görə orta sürətini tapın. Yola görə sürətini tapın. Baxaq. 10 saniyə sonra avtomobilin yola görə sürətini tapın. Biz avtomobilin sürətini tapmaq üçün V bərabərdir V0 üstə gəlinsin AT-dən. Və burada uşaqlar, havanın müqaviməti nəzərə alınsa deyir, alınmasa da desə daha doğru olar. Çünki alınsaydı bunun elə sürəti bərabər olardı. Çünki bərabər sürət deyir, sabit sürətlə hərəkət edir. 10 saniyə sonra yenə sürəti olardı. Deməli neçə? Əgər 2. Başlanğıc sürəti 2 verirsə, 10 saniyə sonra yenə 2 olardı sürəti. Amma bizə nə deyir? Bizə deyir, burada müqaviməti alınarsa, mən müqaviməti alınmasa taparam. Çünki müqaviməti alınsa yenə cavab 2 olardı. Şərti dəyişək, yəni müqaviməti nəzərə alınmır götürək. Deməli, müqaviməti nəzərə alınmırsa, bu zaman təcili tapmaq üçün dartı qüvvəsindən sürtünmə qüvvəsini çıxıb kütləyə bölərəm. Bu dedir, bərabərdir. Dartı qüvvəsindən sürtünmə qüvvəsini çıxdıq, elədi 350 Newton, kütləmiz isə 500. Bunları bölsək bir-birinə, eləyir 10-7, yəni 0,7 və bizə 10 saniyə sonra deyir. V bərabərdir, V0 başlanğıc sürətim 2 üzərinə gəlinsin. Baxın, yazıram yenidən. V bərabərdir. V0 üzərinə 2 AT yazmalıyıq. V0'ımız 2 üzərinə gəlir. A-mızı aldıq 0,7 və 10 saniyə. Bu dedir 7, 9 metr bölünsün saniyə. Yəni 10 saniyə sonra bu cismin sürəti 9 metr bölünsün saniyəyə bərabərdir. Havanın müqaviməti nəzərə alınarsa, amma elə sürət yenə də 2 metr bölünsün saniyə olardı. Havanın müqaviməti nəzərə alınmamalıdır. Yəni 9-cu suala baxırıq. Sürtünmə əmsalı iki müxtəlif qiyməti üçün sürtünmə qüvvəsinin cismin kütləsindən asılı qrafikini qurun. Cisimlərin sürtünmə qüvvəsi bərabərdir μ(n) R reaksiya qüvvəsi. Üfüqi səthdə olduqda əsasən yazırıq μ bərabərdir mg-yə. Uşaqlar, burada sürtünmə qüvvəsi nədir? Nə soruşur? Sürtünmə qüvvəsinin cismin kütləsindən asılıdır. Hər bir kəmiyyət üçün sürtünmə əmsalı biz bilirik ki, yalnızca materialın növündən asılıdır. Heç bir şeydən asılı deyil. Bu zaman sürtünmə qüvvəsi kütlədən sabit olduğuna görə, heç nədən asılı olmadığına görə, sabit götürdüyümüzə görə düz asılı olur. İki müxtəlif deyirsə, bax belə. Məsəl üçün, μ1 və μ2 yaza bilərik. 10-cu suala baxaq. Sürtünmə qüvvəsinin faydalı və zərərli olduğu hər bir hala iki nümunə göstərin. Baxaq, məsəl üçün, sürtünmə qüvvəsi əgər olmasaydı, faydasını deyək, sürtünmə qüvvəsi olmasaydı, insanlar, arabalar hərəkətə, biz yeriyəndə elə yıxılardıq, yıxıla-yıxıla gəzərdik, gəzə bilməzdik. Yəni, sürtünmə qüvvəsinin nəticəsində biz hərəkət tuturup hərəkət edirik. Faydalarından biri də, əgər sürtünmə qüvvəsi olmasaydı, biz belə deyim də, maşındakı bəzi mexanizmlər sürtünmə qüvvəsi nəticəsində hərəkətə gəlir. Nə qədər sürtünmə qüvvəsi az olarsa, yəni sürtünmə qüvvəsi daha çox olarsa, maşınlar bir-birlərindən cihazları, dəmirləri bir-birinə sürtünüb aradan çıxardı.
cihazlar tez xarab olardı, isinmə baş verərdi. Yəni sürtünmə qüvvəsi çox olsaydı. Faydalıdır dediyim kimi, əgər biz yeriyiriksə, maşınlar hərəkətə gəlirsə, maşınlar müəyyən bir sürət alırsa, sonra dayanırsa, bu sürtünmə qüvvəsi nəticəsindədir. Zərərləri də avadanlıqlar tez sıradan çıxardı, isinmə baş verərdi. Başqa. Bu qədər. Ümidvaram ki, bugünkü mövzu sınağımızın, iş dəftərimizin izahı faydalı olar. Öyrənməyə çalışın. Videonu təkrar baxın. Kinoya baxar kimi videoya baxmayın. Əlinizdə dəftər, qələm olsun. Dərsə ilə baxın. Sağ olun.